Doğrudur. Səhv çıxır. Mən də yeyirəm. Nə düşünürsünüz bəs? E'dir, bəli. Əslində cavab E variantıdır. E variantıdır çünki alt standartda nəzərdə tutulan bilik və bacarıq cari tədris ili üçün formalaşmırsa, onu biz növbəti il əlavə eləmirik əlbəttə ki. Niyə əlavə eləmirik? Çünki bu standart bu il üçün nəzərdə tutulub da. Yəni, misal üçün, uşaq 6-cı sinifdə oxuyur. 6-cı sinifdə keçirilən mövzular artıq 7-ci sinifdə keçiləndə nə olacaq? Mürəkkəbləşəcək təbii ki. Həmin alt standartı biz istifadə bilməyəcəyik. Maksimum bayaq dediyini eləyə bilərik, inteqrasiya eləyə bilərik, şauli inteqrasiya olub əlaqələndirə bilərik. Amma biz onu təzədən planlaşdırmamıza daxil edə bilmərik. Buna görə də bunlar əslində doğrudur, cavab Y variantıdır. Həm də yəni şagird geriyə salır da yəni. Bəli. İdraki fəallıqdakı motivasiyadır. Motivasiyada necə qurulacağı həmişə gündəlik planda yazılır.